müstəsna olaraq şahmatda olan irəliləyişləri də nəzərdən qaçırmırıq. Təkcə Azərbaycan deyil, dünya şahmatında özünə məxsus yer tutan Faiq Həsənov fenomenal bir insandır. Mən şəxsən bir məlumat deyim ki, məncə çoxunuz bilirsiniz, hər hansı bir detalla bağlı bizdə çoxlu mübahisə yarananda, hətta müasir dövrdə internet qaynaqlarında hansısa bir məlumat olmayanda biz məhz Faiq müəllimi narahat edib dəqiqləşdiririk. Məhz Faiq müəllimi sözü bizim üçün dəqiq olaraq, konkret olaraq faktlara söykənir və doğrudan da doğrulur. Faiq müəllim bu il Azərbaycan idmanı üçün özünə məxsus rekordlar mənəşdi. 2 rekordla dünyanın məşhur Guinness Rekordlar kitabına daxil oldu. İlk rekord məhz dünya idmanında ən uzun müddətli şahmatda, ən uzun müddətli hakim olaraq qeydə alındı. Guinness Rekordlar kitabının rəyasət heyəti tərəfindən bu böyük bir rekord olaraq qeydə alındı və ardınca isə məncə hamımız izləmişik. Azərbaycan televiziya tarixində özünə məxsus yer tutan, bizim dövlət televiziyasında yayınlanan televiziya şahmat klubu, hansı ki 1959-cu ildən yayınlanır. 55 il, 277 gün efirdə olan bu veriliş daha bir rekord olaraq Guinness Rekordlar kitabına düşdü və bu fenomenal bir uğurdur. Bugün bu filmdə də çox maraqlı məqamları izləyəcəksiniz. Mən sizləri çox insana saxlamaq istəmirəm. Sizləri savumaq üçün mən istəyirəm səhnəyə dəvət edək Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov. Əziz qonaqlar, əziz şahmat ictimaiyyəti, əziz Faiq Həsənovun ailə üzvləri, hörmətli cənab nazir Fərid Qayıbov, hörmətli Azərbaycan Şahmat Federasiyasının İcra Komitəsinin üzvləri, vitse-prezidentləri, Bəxtiyar müəllim, Yaqub müəllim, hörmətli Həsən müəllim, bu il sizin də yubileyinizdir. Çingiz müəllim, hörmətli Çingiz müəllim, Olimpiya Komitəsinin prezidentinin birinci müavini, Sahib müəllim, bilmirəm, heç kim istərdim yaddan çıxmasın, Ayxan müəllim, xoş gəlmişsiniz, hamınız xoş gəlmişsiniz, hamınız səma gətirsiniz. Hörmətli idman ictimaiyyətlilikləri, şahmat ictimaiyyətindən başqa, Azərbaycan yığma komandasının üzvləri, şahmat sevərlər. Deməli, bu film Faiq Həsənova həsr olunub, bildiyiniz kimi Faiq Həsənov haqlı olaraq artıq Azərbaycan şahmatının patriarxatını daşıyır. Faiq Həsənov əlbəttə əlavə doğrudan da belə təqdimə, filmə özü istədiyi kimi, özü dediyi kimi heç ehtiyacı da yoxdur. Ancaq biz bilirik ki, əlbəttə biz bunu yaratmasaq, qeyd etməsək, kimə getirir? Faiq Həsənov, mən Faiq Həsənova nəyə görə minnətdaram? Birinci növbədə mən barəmdə söyləyim. Mən Faiq Həsənova birinci növbədə, ən birinci növbədə 90-93-cü illərdə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmamışdan əvvəl çox ağır illərdə, mürəkkəb illərdə Azərbaycan şahmat hərəkatının dağılmamasına, məhv olmamasına, onun bədəninin, onun konfigurasiyasının, arxitekturasının sınmamasına, nə bilim, aradan çıxmamasının keşiyində duran, saxlayan, əzizləyən və Heydər Əliyev dövrünə bir keçidini təşkil edən insanlardan, ən əsas insanlardan biri oldu, bəlkə də yeganə bir insandır. Mən buna görə istərdim ki, bütün şahmatçılar bunu bilsin ki, Faiq Həsənova minnətdar olsun. İkincisi də ki, Azərbaycanda Faiq Həsənov işlə qeyd elədi. Hal-hazırda da 59-dan çox idman şahmat məktəbləri var. Onlar əlbəttə vaxtıyla hamısı əsasən şahmat məktəbləri kimi nəzərə alınmışdır. Xahiş edirəm, telefonları qaparın. Telefonları səssiz vəziyyətə qoyun. Və bu məktəblərin də durmasında, həyatının uzadılmasında, indiki ərsəyə gəlib çatmasında, indiyə qədər hələ də onların mövcudluğunda düzdür, bilirik ki, problemlər var, ancaq bu problemlər ən əsas odur ki, biz diaqnozumuzu qoymuşuq və bilirik. Və problemlər həll oluna bilər və olacaqdır. Və bu işin də qorunub saxlanılmasında Faiq Həsənovun misilsiz bir rol oldu. Və ikinci də qeyd etmək istəyirəm Azad Abbasovu, filmin müəllifi Azad Abbasovdur. Və ümumiyyətlə biz öncədən Faiq Həsənovun 85 illiyini nəzərə alanda bilirdik ki, mütləq bir adres, bir təbrik kimi bir müəyyən bir material, bir film hazırlanmalıdır. Və bu barədə ASTV çox sağ olsun, Samira xanım buradadır. ASTV
Zaur müəllim də buradadır. Aslında bu barədə yaxşı bir gözəl bir film çəkdi. Faiq müəllim də o filmi müəyyən materialla, vacib materialla dünya şahmat ulduzlarının, dünya çempionlarının təbriki ilə təmin elədi. O film həm yubiley tədbirində, sonra da ASTV-nin ekranlarında dəfələrlə göstərildi. Bugün də filmimizin sonunda onu bir daha yada salmaq üçün istərdik ki, nümayiş olsun. Ancaq əsas ideyanı, əsas daşıyıcı Azad Abbasov. Azad Abbasov özünü gözəl təhqiqatçı kimi göstərdi. Gözəl dünya görüşü olan və sevdiyi predmeti, sevdiyi bu işi necə məharətlə, necə əziyyətə baxmayaraq, çətinliyə baxmayaraq doğrudan da gözlənilməyən şəkildə çətinlikləri də oldu. Hamısını dəf etdik və gözəl bir film yarandı. Mən Azad Abbasova xüsusi minnətdarlıq bildirmək istəyirəm. Bilirəm ki, özü bu barədə danışmayacaq bu təvazökarlığına görə. Və biz minnətdarıq çox azdır. Beləliklə, buyurun filmə baxın və sanırım. Əgər kimsə istəsə, o sözü Teşekkür ederim Mahir. Aziz dostlar, sizləri çox maraqlı bir filmə baxmağa didirik. Beləliklə, şahmata həsr edilən ömür. And now, sports news. On the night of round 8 at the Chess Olympiad, an event will take place at the Intercontinental Hotel in Budapest, dedicated to the centenary of the International Chess Federation. The first century of FIDE's life has been full of remarkable events and great personalities. The event will be all about honoring those who have made remarkable impacts on the game we love. FIDE'nin 100 illiyinə həsr olunmuş möhtəşəm gecə. Təltif olunanlara adları və nominasiyaları qeyd olunmuş xüsusi mükafatlar təqdim edildi. Mükafat alanlar arasında həm yerlimiz Azərbaycan şahmatının patriarxı Faiq Həsənov da var. Danışacağımız hekayə 1954-cü ildə Tiflis şəhərində başladı. Ben Tiflis'te büyümüşəm. Bizim yaşadığımız yer Azərbaycanlılar idi. Ora Şeytan Bazar adlanır. Çoxlu küçələrin adı, döngələrin adı Azərbaycan adları idi. Bizim elə olduğumuz küçənin də adı yazılmışdı Tauski Periyolu. Elə məktəbimiz də oraya yaxın idi. Bağın içindədir. Elə indi də o məktəb durur. Adı yenə də 73 nömrəli məktəbdir. Və məktəbə gedəndə də əlbəttə aydın məsələdir ki, uşaqların hərəsi bir idman növü ilə və müğənni, rəqqas istəyirdilər olsunlar. Bu uşaqların arzusuydu. O vaxtları Tiflisdə məşhur ansambl var idi. Suxişvili, Ramişvili. Uşaqların da əksəriyyəti istəyirdilər onlar kimi rəqqas olsunlar. Valideynlər də istəyirdi. Lakin ora düşmək heç də asan deyildi. Biz getdik Pionerlər Sarayına, gördük ki orada uşaq çoxdur. Deyirlər sən 10 gündən sonra gəl, bir aydan sonra gəl. Özdəki o demək deyil ki bir aydan sonra gəldin səni qəbul edəcəklər. Belə deyərdim ki 100 nəfərdən bir 5-6 nəfər seçərlər ya seçməyərlər. Pionerlər Sarayında dostlarımızla gəzəndə gördük ki orada müxtəlif idman bölgələri də var, o cümlədə şahmat. Mənim bəxtimdən çox güclü, tanınmış, SSR-də tanınmış bir məşqçinin yanına gedəsi oldum, vaxtdan İliç Karseladze və həmən qrupda gələcəkdə çox dünya səviyyəli şahmatçılar var idi. Onların bir neçəsini deyə bilərəm, Nona Kaprindaşvili, 5 qat dünya çempionu qadınlar arasında, Gürcistanın bir nömrəli idmançısıdır, elə bugünə qədər. Nana Aleksandriya kimi, o da
vaxtdan Karselazın yanındaydı. Bizdəydik. Biz qrupaydıq, qrupada məşğul